Herkese yeni gündən, yeni vlogdan salamlayıram. Belə bir qəşəng zavtrak hazırlamışam. Burada pendir, halva, yağ, televizor olmazsa olmazı uşaqlara internet tutmuşam. Qəşəng zavtrakdan sonra mən nə etdim? Mən durdum və başladım təmizlik eləməyə. Burada bu qızların otağıdır. Bugün qəşəng təmizlik eləməliyəm ki, sabahları biz uje günortadan sonra qayıtmalıyıq Bakıya. Çünki bizim kapelnitsalar qaldı. Onları gərək biz eləməliyik ki, qurtarmalıyıq. 2 kapelnitsa var və burada da qala bilmirik. Niyə? Çünki görürəm ki, qaynanam uje burada başlayır. Ay gülləri sulamışam, ay səhər tezdən durmuşam çay. Özüm üçün ısıtmışam belə də görürəm ki, yox, müalicə burada düz getmir. Onun ən yaxşısı onu o bina evində qəşəng müalicə eləyərəm ki, gələn il inşallah o nə istəyir onu eləyə bilər deyə düşünürük. Bu onun elədiyi işlərdir ki, yayda mən eləyirəm ki, onun ürəyimdə qalmasın. Bu dediyim kimi bu qızların otağıdır. Buranı qəşəngcə təmizləyirəm, silirəm. İnanın ki, mən bina evində də belə bir divanlar istəyirdim. Viddə, amma tapa bilmədim. Lustranı da silirəm. Sonradan bunu düzəltmişəm, o düşmüşdü. Ona rezin salıb düzəltmişəm. Və düzdür, eski evdir, amma çox isti evdir. Belə milik, burada çoxlu yoldaşımın xatirələr var, hansı ki burada böyüyüblər, bacıları ilə xatirələri var. Onların bu ipi görürsüz, burada kapelnitsa eləyirdik, ondan hələ ki qalıb. Dedik ki, qalsın, sonra bəlkə də lazım olar. Bəlkə də lazım olar deyə qalsın dedik və təmizlik inanın ki, mən burada təmizləmədiyim yer qalmadı. Hər yeri sildim, süpürdüm, qəşəngcə təmizlədim. Bir damcı tozu da heç burada bırakmaq düzdür istəmədim. Matrasları çıxartmışam, hələ çöldədir. Matraslar çöldə istirahət edirlər. Bu otaq tərtəmizdir və bu otaqla qurtarmışam. O birisi otaqları da eləyirəm. Amma sizə dəqiq sadəcə bu otağı göstərmişəm, amma matrasları hamısını çıxartmışam. Hansı otaq varsa bizdə orada 3 otaq, bir böyük zal və balaca kuxna, prixoşka ilə. İndi matrasları qəşəngcə belə şeyləyirəm. Nətər deyim sizə, tozunu çıxardıram. Nə qədər toz varsa hamısını çıxardıram. Bunlar səhərdən buradaydılar. İndi bunları qəşəngcə pilisosluyub götürürəm evə. Amma hələ ki yerbəyer eləmirəm. Çünki hələ də istidirlər. İstəyirəm bura o birisi otağın matrasları da gətirim, sarım. Bugün hava bilirsiniz nətərdir. Nə çox istidir, nə sərindir. Belə arada günəş çıxır, arada belə isti olur, qəşəng havadır. Hələ tam bu matrasları çıxardıb günəşə vurmağa havadır. Qəşəng belə bir alt üst qəşəng təmizləyirəm, pilisosluyuram, vururam, tozu çıxardıram. Belə qızlar, inşallah bu videonu bəyənərək baxarsınız, like olub abunə olmaya unutmazsınız. Mənim üçün çox xoş olar, çox gözləyirəm sizi. Rey bölməsinə nə istəyirsinizsə yaza bilərsiniz. Mən dediyim kimi 3 uşaq anasıyam, 2 qız, 1 oğlan. Biz ailədə 6 nəfər oluruq, yoldaşım, mən, uşaqlar və qaynana. O qaynana qışda bizimlə yaşayır, yayda oje may aylarında oje gedir, öz evlərində rayonda yaşayır. Çünki o yayda Bakıda qala bilmir. Amma biz də Bakıdan heç bir yerə gedə bilmirik. Çünki işim oradadır, yoldaşım işdədir, səhər, axşam, gecə onun işi belə, yəni bilinməyən bir işdir də, nə vaxt olsa o oje iş, yəni çağıranda işə gedir. Deyim belə sizə. Və elə olur ki, biz də qalırıq Bakıda. Və nə demək istəyirdim sizə. İnşallah bəyənərsiniz videonu. Mən Dağıstandan gəlmişəm Azərbaycana və Azərbaycan dilini burada öyrənmişəm.
bizdə belə günorta yeməyidir, nə var hamısını çıxartmışam. Orada biraz çığırtma qalmışdı. Biraz yeyişnitsa elədim. Çox istədim yeyişnitsanı. Arada belə istəyirəm, amma belə hər gün yeyə bilmirəm. Yox, deyim ki, səhər yeməyi olaraq hər gün yeyişnitsə yeyə bilmirəm. Arada belə yumurtanı çox xoşlayıram. Həm arada elə olur ki, qaynamış yumurtanı istəyə bilərəm, arada belə. Amma mən səhərləri sadəcə inanın ki, çay içirəm və saat 1-ə kimi çayla dolanıram. Günorta nəsə yeyirəm və axşamda biraz перекусить eləyirəm. Amma kökəlirəm, bilmirəm niyə kökəlirəm. Burada qabları yuyuram, nə qızlara vermirəm qabları yumağa. Onlar burada hələ ki yaxşı yuya bilmir, yuyurlar, mən deyəndə eləyirlər, təmizləyirlər, yer eləyirlər. Amma rahat olmuram, hər yerə su axıdırlar. Burada biraz başqa cürədir, krantlar, hələ iski fasondur burada. Mən dedim, qabları mən yuyaram, sonra onlar yer eləyərlər də mən qutarandan sonra qabları yuyub. Belə qızlar, başqa nə deyim sizə, hələ kənd həyatı da burada da rayon olmağına baxmayaraq, hələ o kənd həyatı, burası da kənd həyatı. Hamı öz evindədir, hamı öz işindədir. İnşallah hamının ruzusunu Allah versin. Həmişə dediyim kimi heç kimi muhtac olmasın inşallah. Nə deyim də, başqa heç nə deyə bilmirəm. Hamıya can sağlığı arzulayıram. Və burada qabları yuyanda fikirləşirəm ki, axşama nə yemək hazırlayım. İnanın ki, ən böyük problem mənim üçün axşam yeməyidir, günorta yeməyidir. Bilmirəm, arada nə hazırlayım. Bugün günorta, məsələn, belə yola verdim, çünki işləri də görürdüm. Qalanları yedik, yeyişnitsə elədim. İndi fikirləşirəm, birazdan təmizləyib qutararam da. Və düşünürəm ki, axşam yeməyi nə hazırlayım. Başqa nə deyə bilərəm, sizə bilmirəm. Belə baxarsınız inşallah. Bəlkə də nəsə düz demirəm, nəsə düz danışmıram. Deyirsiniz, burada şeylərə keçmişəm. Neydi adı? Yorğanlara, onları da qəşəng vururam. Sonra götürüb evdə pilisoslayaram. Çünki yağış gəlməyi istəyir. Belə biraz asta gəlir. Bu ev çox iskidir. Bunları sökməyi istəyirdilər bu evi. Mən gəlin gələndə o vaxtları istəyirdilər bunu söküb yeni ev tikək də burada. Çünki bizdə yerdən çox, çöldən çox aşağıdadır bizim həyat. Amma sonradan elə oldu ki, qaynatam xəstələnmişdi, xəstə idi. Mən gəlin gələndə də bilirdilər xəstədir. Onun da xərçəng xəstəliyi vardı, amma boğazında. Və ona çox inanın ki, siz bu müalicələr o qədər bahadır ki, insan bilmir də nə eləsin. Və qalan qalmışdı. Bu ildə biz istəyirdik biraz nəsə burada eləyək də. Amma bu ildə alınmadı. Amma nə deyim sizə, can sağlığı olsun, hər şey eləyə bilərik. Mənim üçün bu evdə xoşdur. Burada gəlib istirahət eləmək, onsuz da yayda gəlib burada istirahət eləyirik. İski də olsa, belə çox belə şərait olmasa da, yenə də evdir, otura bilirik. Hər yer təmiz olanda məncə evin nə deyim sizə, şəraiti təmizlikdən asılı bir şeydir məncə. Təmizlik olanda, su, qaz, işıq olanda məncə bundan daha yaxşı şey yoxdur. Yəni mənim üçün xoşdur. Mən bura gəlib istirahət eləyirəm, yayda qalıram da, təmizlik də eləyirəm burada. Qaynanam burada həmişə hər il gəlir, bizim üçün qışlıqları hazırlayır, o eləyirdi hər şeyi. İndi bu il mən eləyərəm, amma mən burada bilmirəm qala bilərəm ya yox, mən Bakıda eləyərəm da. Belə alınır ki, mən Bakıda eləyərəm, burada qala bilmərəm. Bugün də istəyirəm tez hər yeri təmizləyim. Hər yeri belə tərtəmiz eləyib gedək Bakıya, çünki bilmirəm bura qayıda bilərik ya yox, çünki həm məktəb başlayır, həm uşaqlara da lazımdır hər şey almağa, məktəbə hazırlaşmaq lazımdır, müalicələr də hələ ki bizdə indi başlayır deyəndə prosesdəyik də, seriyadayıq, istəmirəm ki müalicələr də qalsın.
Və yağış da gəldi qızlar. Baxın nə qəşəng yağır bu yağış. Tez hər şey yığmışıq, evə götürmüşük. Nə tər varsa hamını inanın ki elə yerə atıblar ki heç görməyi də istəmirəm. Tez istəyirəm ki onları pılesoslayım, yerbəyer eləyim və burada oturub bir kofe içmək istəyirəm tez. Və hər yeri təmizləyib qurtarmışam. Baxın nə qəşəngdir. Deyirəm ki sizə şərait sadəcə şəraitdən asılı deyil, təmizlikdən də çox şey asılıdır. Belə təmiz olanda bu ev iskidir, şəraitsizddir. Məncə fərq yoxdur. Çox da gözəl evdə yaşamaq üçün məncə. Mən çox xoşlayıram. Qızların otaqda təmizdir. Sadəcə pastelləri sərmədim. Onsuz da birazdan qaranlıqdır. Gecədə yatacaqlar. Belə otaqda var. Burada baxın əsir, qəşəng hava əsir. Pərdə də qəşəng belə oradan qəşəng gəlir. Soyuq hava. Bu ən qəşəng, ən sevdiyim yerlərdən biridir və oturub kofe içirik, televizora baxırıq. Bu kinoya baxırıq, bu səhərdən bu kinoya baxırıq və axşam yeməyi fikirləşmişəm ki, kartoşka qızardaram. Ən belə rahat yeməklərdən biridir. Salat, çörək, pendir. Və biz fındıqları təmizləyirik. Bunları Bakıya aparmaq istəyirik. İstəyirəm ki, bunları təmizləyim. Bu yaşıllıqdan çox yer tutmasın da bunlarda. Gərək bunları da təmizləyək. Qızımızla oturub söhbət eləyirik, televizora baxırıq. Nə yaxşı ki, bu televizor bura qoymuşam. Bunu niyə qoymuşam bura? Orada qonşunun Wi-Fi tutur və bu televizorda qəşəng tutur, YouTube. Dedim ki, burada biz bir həftə qalırıq deyə internet almadıq. Bizdə var internet. Amma bir həftə üçün biz pul ödəmədik. Dedik ki, qonşunun biraz istifadə eləyək də. Can sağ olsun qonşunun bizə icazə verdi və biz də istifadə eləyirik belə. Çox da internetə baxmağa vaxtım olmur rayonda. İnanın ki, səhərdən gələn gedən olur, onlara baxıram. Qab yuyuram, yemək hazırlayıram, ev işləri olur. Ona görə də o qədər də internetə baxmağa, belə oturub telefonda nəsə eləməyə vaxtım olmur. Burada da dediyim kimi fındıqları təmizləyib qurtarmışıq. İndi oturub bir çay bəlkə də içərəm, biraz istirahət eləyərəm. Baxaram da daha nə gözləyir bilmirəm. Günü də belə bitirdik, bu günü də sabah da səhər tezdən hazırlaşıb gedərik. Çünki bizim gəldi, neydi adı, sümük müayinəsi var idi. Onların analizlərin cavabları da gəldi. Onları da sabah biz götürüb həkimə göstərməliyik. Burada arada çay da içirəm. Çaysız olmaz. Çay həmişə olmalıdır. Ya çay ya kofe. Bunlar həmişə olmalıdır yanında. Qızlar sağ olsun, arada soruşurlar, özləri nəsə istəyəndə soruşurlar, çay istəyirsən, çay içirsən. Biraz da belə yaşıllıqda istəyirəm saxlayım. Orada 2 rəfiqə var Bakıda, onlara aparım. Armud hardan düşdü bilmirəm. Bunlar həm alma yığıblar, həm armud. Bunlar gidiblər bağa, oradan götürüblər bu fındıqları. Bunlar biraz berk eləyən fındıqlardır, qıran. Amma içi belə dolu, dadlıdır bunların içi. Bu qızım göstərir sizə fındıqları. Onun əlləri burada olmalıdır həmişə. O çəkəndə gərək o öz əllərini də göstərsin. Və конечно же təmizlik həmişəki kimi. Hər şeydən sonra gərək təmizlikdə eləməliyəm ki, hər yerdə heç nə qalmasın. İnanın ki, mən axşam süpürüb, qabları yuyub, yerbəyer eləməyib yata bilmirəm. Yatsam da, yuxuda hələ o qabların səsləri eşidirəm ki, kimsə gəlib o qabları yuyur. Belə xəstəlik var məndə. Alınıb, hardansa da alınıb, bəlkə cavanlıqda belə olmamışam. Cavanlıq deyəndə hələ ki öz evində idim, ata evində idim, belə olmamışdım bəlkə də. Amma indi eləyəm. Bilmirəm niyə belə, amma beləyəm qızlar. Orası təmizdir.
belə qəşəng hava var. İnanın ki, bu yağışın səsi, bu təmizliyi, təmiz evi bugün təmizləmişəm. Bizim pəncərədən belə bir iki restoran görsənir. Kamera qəşəng передавать eləmir. Orada həmişə şey olur, musiqilər olur da. Orada bayraq da görsənir. Gündüz bayraq da görsənir orada. Və belə işıqlı qəşəng görsənir pəncərədən. Sağ olun, salamat qalın.